Dəyərli izləyicilər, belə bir sual verilib ki, Uyğur xaqanlığı Xəzər dövləti və Ərəb xilafətinə aid olanlara uyğunluğu müəyyən edin. Hindistanın şimal-qərbinin bir sıra ərazilərini ələ keçirmiş, şimal-qərbinin bir sıra əraziləri Ərəb xilafəti ələ keçirib. Qərbi Göytürk dövlətinin varisi hesab olunurdu. Bunlardan heç birinə aid deyil. Talas döyüşündə Çinlilər üzərinə qələbə qazanıb. Yenə ərəblərdir. Kiyev knyazı Svyatoslavın yürüşünə məruz qalmışdı. 965-ci ildə bu Xəzər xaqanlığına aiddir. Xəzər xaqanlığının süqutudur. Çinə hücum edən Tibetliləri məğlubiyyətə uğratmışdı Uyğurlar. Deməli, bir də Y, bir də oldu Y, 2-də D, 3-də AC, bir də Y, 2-də 3-də AC, 2-də isə yenə də diqqətlə baxaq. Bir də oldu Y. Yəni insanın bir hissəsini ələ keçirməsi səhvdir bu. Bir də Y olur. 2-də D, 3-də AC, 3-də AC Hindistanın bir sıra ərazilərini işğal etmişdi və Talas döyüşündə Çinlilər üzərinə qələbə qazanmışdır. 3-də AC olan variant. Deməli, bir də Y, 2-də B-dir. Niyə B-dir? Qərbi Göytürk dövlətinin varisi hesablanıb. Qərbi Göytürk, B-dir. 2-də B-dir. B deməli 2-yə getdi. 3-də isə AC. Doğru cavabımız deməli C variantı olar. 50-ci sualda Ərəb xilafətinin hakimiyyəti dövründə Azərbaycanda inşa edilmiş memarlıq abidəsi Dərbənd səddi. Dərbənd səddi Ərəb xilafətinin dövrünə deyil, 3-7-ci əsrə aid olandır. Gövurqala da 3-7-ci əsrə aid olan memarlıq abidəsidir, Ağdamda yerləşən. Deməli, burada 3-dən 4 qalır və burada da B variantı uyğun cavab olur. Diqqətiniz üçün təşəkkür edirik.